Salam, hər vaxtınız xeyir olsun. Mən Magistratura Az Təhsil Mərkəzinin informatika müəllimi Çiçək Məmmədova. Bu gün sizlərlə ümumi sınav imtahanı 5-in testlərinə baxacağıq. Gəlin vaxt itirmədən başlayaq. İlk sualımız belədir. Doğru fail adını müəyyən edin. Biz bilirik ki, failin adında 9 dənə simvol var ki, həmin o simvolları nə failin adında, nə də genişlənməsində istifadə etmək qəti qadağandır. Bununla bərabər qovluğun adında da istifadə eləmək olmaz. Bunlara sola siləş, düzünə siləş, sağa siləş, böyükdür, kiçikdir, sual işarəsi, qoşa nöqtə, dırnaq işarəsi, ulduz işarəsi 3, 6, 9. 9 dənə simvolları nümunə göstərə bilərik. İndi baxaq görək burada variantlarımızda hansında bu simvollardan istifadə olunub. A variantında sual işarəsindən istifadə olunub deyə qadağandır. C variantında siləş işarəsindən istifadə olunub. Y variantında qoşa nöqtədən istifadə olunub, onun üçün qadağandır. Qaldıq bir dənə B ilə D variantının arasında. Failin adında, bir də qovluğun adında qadağan olunmuş 6 dənə söz var ki, onlar da olmaz. Amma failin genişlənməsində olardı. Bunlara nümunə üçün LPT 0-dan LPT 9 daxil, COM 0-dan COM 9 daxil, kon özü C-O, N-dır bu. Bax, bu N hərfidir, con. Bir də nul, aux, bir də pırın. 6 dənə bu sözlərdən qəti qadağandır. Failin adında, bir də qovluğun adında. Amma genişlənməsində olardı. Baxağın, B variantında da AUX-dan istifadə olunub deyə ona görə olmurdu. Deməli, doğru cavabımız olur D variantı. Kompüterdə də göstərsəydik, məsələn, tutaq ki, bu fail. Bu failin üzərində gəlin rename eləyək, ad dəyişimi buyuraq. Məsələn, sual işarəsi qoyuram. Baxın, deyir, bu simvollardan istifadə eləmək qəti qadağandır. Eyni ilə mən failin adında AUX-dan, nuldan, hər hansı birindən istifadə eləsəydim, yenə də qadağan olmasını göstərəcəkdik. Gəldik ikinci suala. Utilitlərin yerinə yetirmədikləri funksiyalar hansılardır? Utilitlər deyərkən ilk öncə proqram təminatı yadımıza düşür. Proqram təminatı 3 yerə bölünürdü. Sistem proqram, tətbiqi, bir də instrumental. Sistemin içərisində belə deyək də, baza var idi, xidməti var idi. Arxivləşdirmə, sıxlaşdırma, utilitlərin özləri, əməliyyat sistemləri, yəni bu cür ilkin kök proqramlar, belə deyək, təməl proqramlar var idi. Hansı ki, biz onun bazasını qururduq. Daha sonra tətbiqi proqramlar, biz kompüterdə hansısa bir konkret məsələləri icra edə bilirdik. Bir də var idi instrumentallar. Burada ilkin proqramların yaradılması, maşın dilindən, ilkin dildən maşın dilinə çevrilmə və s. İndi baxırıq. Deyir, rəsmlərin yaradılması. İndicə dedik ki, konkret məsələni görənlər tətbiqidir. Rəsmlərin yaradılmasında konkret mən rəsm çəkəcəmsə burada, deməli bu nədir? Tətbiqi proqram təminatına aiddir. Yəni, utilitlərin içərisində aid deyil. Utilitlərə sıxlaşdırma, arxivləşdirmə, optimallaşdırma, ehtiyat nüsxənin yaradılması və s. nümunə göstərə bilərik. Mənə də yerinə yetirmədikləri dediyi üçün biri götürə bilərəm. Maqnit disk sahəsinin keyfiyyətinin yoxlanması. Maqnit diskdə deyəndə, yəni HDD-dən söhbət gedir, Winchester diskdən söhbət gedir burada. Burada keyfiyyətin yaradılması sözsüz ki, bu utilitindir. Çünki boşluqların aradan qaldırılması, səhvlərin tapılması hamısı utilitin yerinə yetirə biləcəyi bir iş idi. Arxivlərin yaradılması və yenilənməsi, biraz öncə dedik, arxivləşdirmə, sıxlaşdırma utilitin işidir. Bunlar getdi. İlkin proqramın bütövlükdə maşın dilinə çevrilməsi. Bu isə instrumental proqram təminatına aiddir. Translatora alınan proqramdan istifadə olunur. Translator özü 2 yerə bölünəcəkdir. İnterpretatorla kompiliator. İnterpretator bir-bir, yəni anındaca maşın dilinə çevirirdi, səhvləri vaxtında deyirdi. Bütövlükdə tam maşın dilinə çevirən isə kompiliator idi. Burada isə mənfi cəhəti o idi ki, səhvləri sonda deyirdi. Müsbət cəhəti isə vaxt itkisi olmurdu burada. Deməli, bu da instrumental proqram təminatına aid olduğu üçün 4-ü də götürəcəm. Verilənlər bazasının işlənməsi, VBIS-lər, bunu heç izaha ehtiyac yoxdur. Bunlar tətbiqi proqram təminatına aiddir. İnformasiya mühafizəsinin təmin edilməsi, bu isə utilitlərin yerinə yetirəcəyi işdir. Doğru cavabımız olacaq 1, 4, 5.
Daha sonra 23-cü sual, yəni 3-cü sualımız. İş kitabında çap olunacaq diapazonu seçmək üçün hansı lent tabından istifadə etmək olar? Çap olunacaq diapazon seçirəmsə, deməli mən burada Excel-dən söhbət gedir özdə. Konkret burada page layoutdan söhbət gedir. Gəlin bir dənə Excel-imizi açaq. Məsələn, Excel-də home yox, page layout. Page layout-a daxil oluram. Page layout tabından page setup link qrupunun print araya əmrindədir. Gəlin, məsələn, buranı seçdim. Print layout. Baxaq. Bu çap olunacaq. Üzrü çap olunacaq diapazonu seçmək üçün istifadə olunur. Məsələn, Home-u bilirik ki, Home-da sətr əlavə et, sütun əlavə et, daha sonra şriftin ölçüsünün dəyişdirilməsi və s. bu kimi məsələlər icra eləyir. Insert-də nəyə əlavə eləyəcəksə, əlavə etlərimiz burada olacaq. Gəlin, buradan da mən onu sizə qısa göstərəcəm. Çox vaxt yox. Məsələn, baxın, Home-da gəlsəydim mən burada insertin içərisindən, sesdən, insertdən sətr əlavə et, sütun əlavə et, cədvəl əlavə et, nə istəsəniz olardı. Insertin özündən isə, baxın burada, hansısa bir, məsələn, bir rüblü çıxartmışam, 7-ci sinifin rüblüyü. Onu bir diaqram əsasında burada göstərə bilərəm. Daha sonra orada deyəsəm bir dənə də data var idi. Datanın içərisinə baxsaq, datanın içərisində bir sortlaşdıra bilərik, filtrləşdirə bilərik və s. Bu kimi işlər görə bilərdik. Daha sonra orada baxım, deyəsən review-da görmüşdüm. Aha, review-da var idi. Review ilə bağlı isə burada komment bildir, orfoqrafik, qrammatik, orfoqrafik səhvlərin tapılmasıdır və s. Bu kimi işlərdə burada görürük. Bizə ən çox Excel-də lazım olan ən çox əzbərə bilməyiniz Home-dur. Insert, page layout-la review-nu bilsəniz, digərlər də lazımınız olacaq. Amma bunlardan daha çox suallar düşür. Deməli, burada doğru cavabımız olacaq C variantı. Deyəsən, hər suala çox vaxt ayırıram mən. Elə vərdiş eləmişəm hər bir suala ayrı-ayrılıqda izah eləməyə. Klaviaturadan Ctrl Home düyməsini basdıqda kursor mövqeyini hara dəyişir? Klaviaturadan Ctrl Home düyməsini. Bu Word-dədir. Home düyməsi kursor harda durubsa, Home düyməsi həmin kursorun durduğu sətrin əvvəlinə keçirilir. Ctrl Home isə həmin sənədin əvvəlinə keçirilir. Kursor hansı sənədin daxilində durubsa, həmin sənədin əvvəlinə keçir. Əslində burada çox bir belə bağ var. O bağı tutsanız çox rahat öyrənəcəksiniz. Məsələn, end nə iş görür? Kursoru durduğu yerdən sətrin sonuna keçirtdi. Sətrin sonuna keçirtdi. Cümlənin demədim, ha, sətrin. Ctrl endi isə sənədin sonuna keçirdəcək. Digərləri ilə də inşallah yəqin ki, dərsdən özünüz baxarsınız. Deməli, burada Ctrl Home oldu sənədin əvvəlinə. Sənədin əvvəlinə doğru cavabımız B variantı. 5-ci suala baxaq. Düzgün olmayan mülahizəni deyir, seçin. Düzgün olmayan mülahizəni seçin. Oxuyaq. Modem analog siqnalları rəqəmsalı analoga çevirən qurğudur. Bəli, modulyasiya və demodulyasiya eləyən bir qurğuydu. Bu tamamilə doğrudur. A variantı yox, olmayan istəyib bizdən. Kompüter söndürüldükdə videoda yaddaşda olan informasiya saxlanılır. Aha. Bizim video yaddaşımız nə vaxtdan daimi yaddaş sayılıb ki, o informasiyanı saxlayaq. Bu yanlış cavabdır. Klaviatura daxil etmə qurğusudur, bəli. Klaviatura daxil etmədir, hətta klaviaturanın növləri də belə daxil etmə qurğusudur, bu da doğrudur. Plotter xaric etmə qurğusudur, bəli. İri həcmli informasiyaları, yəni məlumatı iri həcmli kağızlar üzərində çap eləyən bir qurğudur. Çap edirsə, deməli, xaric etmə qurğusudur. Kompakt disk kompüterin xarici yaddaş qurğusudur. Tamamilə doğrudur. Kompakt diskdir, sonra SSD-dir, HDD-dir. Bunlar hamısı xarici yaddaş qurğusudur. Bu da doğrudur. Bizdən də səhv istəyirdi. Yəni, doğru cavabımız olacaq B variantı. Daha sonra yazıb ki, sənəddə seçilmiş mətn fraqmentini gizlətmək üçün hansı tabdan istifadə olunur? Fraqmenti gizlətmək istəyirəmsə,
Deməli biz homedan istifadə edəcəyik. Bu konkret. Gəlin məsələn, tutaq ki, mən bax bu bufer sözünü buradan seçmişəm. Bu fraqmenti gizlətmək istəyirəm. Elə Word sənədi açıqdır deyə buradan göstərirəm. Gəlirəm Home-a. Home-dan eyni adlı dialoq pəncərəsini açıram. Baxın, burada hidden olmalıdır. Aha, hidden vururam. OK eləyək. Baxın, bufer sözü silinmədi. Sadəcə gizləndi. Sadəcə gizləndi. Ctrl Z-dən də geri qaytara bilərsiniz. Daha sonra oradan hidin üzərindən pitiçkanı götürüb oradan da yəni geri qaytarma olar. Bu da oldu. Deməli, doğru cavabımız D variantı. D variantı. Paragraf. Paragraf bu bizdə nəyi soruşmuşdu? Tabı. Paragraf tabı nə iş görəcək? Mən paragraf tabım hanı bu arada? Paragraf əmridir. Hə. Bu paragraf iki yerdədir. Bir home-daydı, bir də layout-dadır. Bu əmrdir. Clipboard yenə mübadilə buferidir. Bilirik ki, orada maksimum 24 dənə obyekt yaddaşda saxlaya bilərik. Editingdə, editing, baxın editingdə 3 dənə əmri var. Find, replace, select. Sonra stil də buradadır. Hamısı home'un link qruplarını göstərib. Baxın, clipboardda, fontda, paragraf, stil, bir də editing hamısı home'un link qruplarıdır. Bizdən isə tab soruşmuşdu bu arada. Tabda ilə home idi. Baxanda da bilə bilərdik ki, digərləri hamısı link qrupudur. Bir dənə home içərisində tab idi. Gəldi 27-ci sual. 27-ci sual uyğunluğu müəyyən eləyin. Say sistemlərinə aid bir sualdır. Bu keçən ildən bura düşür artıq bu suallar. Yazıq BX 16-lıq say sistemindədir. 100 bərabərdir 183 onluq say sistemində. İndi bura baxanda mən burada bilmirəm B nədir, X nədir. Amma 183 əsas verilib mənə onluq say sistemində. Biz bilirik ki, onluq say sistemindən istənilən say sisteminə keçəndə keçəcəyim say sisteminə bölə-bölə gedir. Məsələn, 183-ü qələmimiz niyə yazmadı? 183. 183-ü adi bölmə ilə də eləyə bilərəm. Yəni bildiyimiz o nöqtəli bölmə ilə və yaxud da bildiyimiz çubuqlu bölmə ilə hansı ilə istəsəniz eləyə bilərsiniz. Heç bir fərqi yoxdur. 183-ü çubuqlu ilə bölürəm. Bölürəm 16-ya. Niyə 16-ya? Çünki mən 16-lıq say sisteminə keçəcəm ona görə. 183-ü 16-ya böləndə 11 dəfə düşər də məncə. Məncə 11 dəfə düşər. Hə, 11 dəfə. 11 dəfə düşür, 11-i 16-ya vuranda 176 eləyir. 176. 183-dən 176 çıxsaydım, qalırdı 7. Çıxma, qalırdı 7. Aha, qaldı 7. 7 özü 16-lıq say sistemində var deyə olduğu kimi saxladım. 11 özü də 16-lıq say sistemindədir. Özü də nədir? Elə B-dir. Və elə mənim misalımın içərisində də B-ni vermişdi də 16-lıq say sistemində. B-ni bilsək də X-i bilmirdik. Deməli, bu X-in yerində nə durmalıdır? 7. Ən sonuncu qismətdən ən birinci qalığa doğru. Deməli, doğru cavabımız olacaq B, 7. X-in yerində nə duracaq? 7. İndi birincidə X-in yerində 7. 1-ə deməli düşəcək Y variantı. Yəni bu Y. Daha sonra ikinci suala keçirəm. İkinci sualda da yenə 1, 1, 0, X 0, 1 ikilikdədir və 49 onluq say sistemində. Yenə də burada X-in 0 və ya 1 olduğunu bilmirik. Niyə 0 və ya 1? İkilik say sistemində yalnız 0 və 1-lərdən istifadə olunur. Onun üçün də mən 49-u yenə də 2-yə bölə-bölə gedərdim. 49-u bölsəydim 2-yə. Bunu da bu bölməklə düzdür. Bunun başqa versiyaları da var. 49-u 2-yə böləndə 24 düşər, 1 qalıq qalır. 24-ü böldüm 2-yə, 12 düşər, 0 qalıq qalar. 12-ni böldüm 2-yə, 6 düşər, 0 qalıq qalar. 6-nı bölərdim 2-yə, çubuqlu ilə də yaza bilərdik. 3 düşər, 0 qalıq qalar. 3-ü böldüm 2-yə, 1 düşdü, 1 qalıq qaldı. Ən sonuncu qismətdən ən birinci qalığa doğru. Deməli, 1, 1 misalımızın cavabı olacaq. 1, 1, 0, 0, 0, 1. İndi baxırıq, deməli bu X-in yerində nə olmalıymış? 0 olmalıymış. Burada gətirdik, D-ni qoyduq.
D-ni yerləşdirdik. Daha sonra gəldi x9, burada x-i bilmirəm, amma onluq say sistemindədir. Sonra x3 16-lıq say sistemindədir. Mhm. Çox gözəl. Deməli, biri onluqdadır, biri 16-lıqdadır. Amma bizim hər ikisində də məchulumuz var və hər ikisi də eyni simvolla ifadə olunub. Hər ikisi də x-dır. Deməli, bunlar nədirsə, eyni ədəd olmalıdır, eyni rəqəm olmalıdır. 1, 2, 3, 4, 5, nədirsə eyni olmalıdır. Baxıram ki, mən bunu onluqdan 16-lığa keçsəm daha rahat olar. Bunun yerinə düşünürəm ki, tutaq ki, bu nədirsə qalığı 3-dür. Səhərdən deyirdik ki, ən sonuncu qismətdən ən birinci qalığa doğru. Qalığa doğru olanda bunun qalığı 3 qalıbsa, deməli burada nədirsə mən ondan ona həmin o rəqəmdən 16 çıxanda qalığım 3 olmalıdır. Deməli bu 1 imiş, yəni 19 imiş. 19-u gəlin bölək 16-ya. Düşünürəm ki, mən 19-dan 16 çıxsam, 19 daha doğrusu çıxmayla da həlli var. O qədər o yollarla getmişəm ki, 19-u 16-ya bölsəm, bir dəfə düşər, 3 qalıq qalar. 16, burada da qaldı 3. Həqiqətən də baxın, burada bizim 3 qalığımızı vermişdi. Ən sonuncu qismətdən ən birinci qalığa doğru 1, 3. Deməli, bizim baxın, burada da biz ona 1 verdik. Burada da 1 verdik. Deməli, hər ikisində də olacaq 1. Doğru cavabımız nə oldu? 1 gətirəndə bu da olacaq C. 1Y, 2D, YDC, 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 C variantı. YDC, C variantı. İndi isə gəlin keçək növbəti suala. Növbəti sualımız. 28-ci sual. İnstrumental proqram təminatına daxil deyil, instrumental proqram təminatına. Proqram təminatını biraz öncə yada salmışam deyə çox danışmayacağım. İnstrumentaldan söhbət gedir, amma deyir ki, ona aid deyil. Ona aid olmayanlar. Məsələn, multi-edit. Multi-edit nəyisə üzərində düzəliş apara biləcək bir proqramdır. Yəni, bu bizim üçün, deməli, tətbiqi proqram təminatına aid olar. Onun üçün də bunu buradan götürərəm. Yəni, doğru cavab kimi. Oracle verilənlər bazasına aid olan bir proqramdır. Bunu da götürərəm. Daha sonra gəldi Maple. Maple'da bu riyazi nə idi? Bunun adı, ay Allah, yadımdan çıxdı. Matematik, MATLAB. Bu unutdum da. Maple nəyə aid idi, yadımdan çıxdı. Bu da olacaq tətbiqi proqram təminatına aiddir. Amma unutdum Maple nəyə aid idisə. Nəsə. Fortran'dır, Eclipse'dir, Workbench də instrumental proqram təminatına aiddir. Yadıma salacağım mən o nəyə aid idi. MATLAB, MATCAD, Maple, bunlar aid olanlar. Daha sonra keçək növbəti suala. Növbəti sualımız 28-ci sual. Hə, burada doğru cavab nə oldu? 2, 3, 5. 2, 3, 5 hardadır? A variantındadır. 2, 3, 5. Keçdik növbəti sualımıza. Növbəti sualımız informasiya təhlükəsizliyinin əsas prinsipi hansıdır? İnformasiya təhlükəsizliyinin əsas prinsipi. İnformasiya təhlükəsizliyinin əsas prinsipinə qalanda burada məxfilik var, bütövlük var, əlçatanlıq var. Əsas 3 dənə prinsip var ki, bunlar informasiya təhlükəsizliyini təmin edəcək. Doğru cavabımız A olacaq. Sürətlilik deyə informasiya təhlükəsizliyində bir şey yoxdur. Sonra yaddaş, atıblar sadəcə, server, sistem proqramları, antiviruslar, düzdür, bunlardan təhlükəsizlik istifadə olunur, amma əsas prinsiplər deyirlər. Belə, doğru cavabımız olacaq A variantı. Keçdik 30-cu suala. 30-cu sual. PowerPoint 2019 proqramda təqdimatın görünüş rejimləri proqramın hansı tabında yerləşir? Görünüş rejimləri. Biz bilirik ki, görünüş rejimləri Word-də də, Excel-də də, PowerPoint-də də, View-da yerləşir. Biz bunu görmüşük. Gəlin istəyirsiniz. Bir dənə PowerPoint açın buradan. Onu da sizə göstərək. Açılsın.
Mhm. Baxın, büyüyə gəlirəm. Bütün görünüş rejimlərim baxın buradadır. Görünüş rejimlərimiz buradadır. Daha sonra testimizə qaydaq. Doğru cavabımız oldu nə? C variantı. Gəldik 31-ci sual, yəni 11-ci sual. Aşağıdakılardan hansı raster qrafikasının çatışmazlığıdır? Bu dəfələrlə bu suallar evrilib, çevrilib, belə deyək də, verilib, dəfələrlə sınaqlarda keçirilib bu sual. Mənə elə gəldi ki, bu sınağı daha yaxşı bilməliydiniz. İndi baxaq. Yazıb ki, çatışmazlıq istəyib bizdən. Raster qrafikasının çatışmazlığı. Müxtəlif müxtəlif mürəkkəb rəng sxemlərinin tətbiqi həllini tapa bilmədiyi üçün təsvirlərlə realizm ənənələrini özündə doğrultmur. Müxtəlif nə yazım? Müxtəlif mürəkkəb rəng sxemlərinin tətbiqi həllini tapa bilmədiyi üçün təsvirlərdə realizm ənənələrini özündə doğrultmur. Rasterın belə bir çatışmazlığı yox idi. Onun üçün bunun üstündən xətt çəkirəm. Qoyuq, təsvirlərin ölçülərinin böyüdülməsi keyfiyyətinin kəskin şəkildə aşağıdır. Bəli, pikselləşmə baş verirdi. 2. Raster qrafikasının çatışmazlığı idi. Daha sonra təsvirin həcmi piksellərin sayından asılı olaraq kifayət qədər yer tuturdu. Bəli, piksellərin sayı nə qədər çox idisə, o qədər də həddindən çox yer tuturdu. Bu da yaddaşa qənaət etmirdi. Daha sonra təsvirlərin geniş profilli effektlərinin həlli variantlarının kifayət qədər deyildir. Belə bir çatışmazlıq yoxdur. Yəni rasterda təsvirlərin saxlanılması, emal edilməsi, ötürülməsi xeyli vaxt tələb edir. Tamamilə doğrudur. Çünki yaddaşa da qənaət etmədiyi üçün vaxta da qənaət eləmirdi. Praktiki olaraq raster təsvirləri istənilən sayda vektor təsvirləri xaric etmək mümkündür. Belə bir çatışmazlığı da yox idi. Doğru cavabımız 2, 3, 5, 2, 3, 5, A variantında. 2, 3, 5 A variantı. Daha sonra 12-ci, 32-ci suala keçək. Yazıb ki, bizə txt.com serverində ttp.html faylının müraciət FTP protokolu vasitəsilə həyata keçirilir. Aşağıdakı cədvələ faylından isə AG hərfləri nə isə belə bir şey yazıb. Deməli, burada bu ardıcıllığı yadımızda saxlayaq ki, həmişə birinci protokol gələcək. Həmişə birinci protokol. Protokol. Daha sonra server və ya sayt gələcək. Ən sonda isə fayl gəlir. Və təbii ki, protokoldan sonra həmişə qoşa nöqtə, sağdan sola doğru slash işarələr olur. Sonra server və ya saytdan sonra da yenə slash işarəsi olacaq. Faylın əvvəlində də, faylın sonunda isə slash işarəsi olmayacaq. İndi baxıram, mənim 32-ci sualımda baxaq görək, protokol sözü nəyin yanında yazılıb? Protokol sözü yazılıb FTP protokolu. Deməli, mənim birinci gələcək FTP protokolum. FTP hardadır? Bax, burada F-dədir. Birinci F gələcək. F gəldi. Daha sonra demişdim ki, qoşa nöqtə ilə slash işarəsi. O da bax, buradadır. A gələcək deməli. F-dən sonra A gəlir. Sonra dedim ki, server və ya sayt gəlir. Ən sonda da fayl gəlir. Burada baxıram ki, txt.com serveri buradadır. Faylım da baxın buradadır. Deməli, bu ən son yerləşməlidir. Ən son yerə gəlin txt.com-a baxaq. TXT-miz C buradadır. .com D gələcək. Daha sonra server və faylı ayırmaq üçün bir dənə slash işarəsi, o da C-dədir. Sonra gəlir faylımın adı. Faylım da http .html, o da Y-dədir. Baxaq görək, FACDCBE. FACDCBE. Doğru cavabımız olacaq D variantı. Bu tipli suallarda diqqətli olun. Həmişə protokol birinci gəlir. Sonra server və ya sayt gəlir. Ən sonda həmişə faylın özü gəlir. Keçək növbəti sualımıza. Növbəti sualımız isə belədir. Home fiil up, bu yəqin ki Excel sualıdır. Funksiyası deyir nədir? Yuxarıdan aşağıya doğru. Seçilmiş xanaların diapazonunun birinci xanasındakı məlumatları doldurur. Seçilmiş xanaları diapazonun birinci xanasındakı məlumatlarla doldurur. Yox.
keçdik. Seçilmiş xanadakı diapazonun sağ yox, bundan da keçdik. Çünki mənə up dedi. Up nədir? Yuxarı, yuxarıya doğru. Seçilmiş xanalardakı seçilmiş xanaları sonuncu xanadakı qiymətə nəzərən artan ədədi silsilə ilə doldurur. Keçdik buradan da. Seçilmiş xanadakı diapazonun sonuncu xanasındakı məlumatlarla doldurur. Seçilmiş xanaları diapazonun sonuncu xanasındakı məlumat. Çünki sonuncu xana aşağıdadır. Aşağıdan yuxarıya doldurduğumuz üçün bəli olardı. İndi gəlin həmin şeyi mən sizə göstərim Excel-də. Məsələn deyirəm uşaqlar. Bura 5 yazıram. Vərdiş eləmişəm uşaqlar deməyə. Bura 5 yazmışam. Burada nə bilim 1-4 yazmışam. Bura 6 yazmışam. Nəsə yazmışam. Bax, mən buranı bu cür seçsəm də, yuxarıdan aşağı, istəyirsən aşağıdan yuxarı seç, heç bir fərqi yoxdur. Seçdin, gəlirsən Home-dan, Home-dan Editing Link qrupundan fil, şərtdə də demişdi, fildən dedi up eləmişik, yəni yuxarı. Bu o deməkdir ki, seçilmiş diapazonu ən aşağıdakı xanadakı məlumatlarla yuxarıya doğru dolduracaq. Baxaq, bütün xanalara 5 yazmalı. Baxaq, bütün xanalara 5 yazdı. Onun dediyi bu idi. Deməli, doğru cavabımız olacaq. Hansı variant idi? D variantı. Doğru cavabımız oldu. D variantı. Y-yə nə yazmışdı? Seçilmiş xanaları birinci xanadakı qiymətə nəzərən artan ədədi silsilə ilə doldurur. Bunları da eləmək olur. Bunları da eləmək olur. Məsələn, bunu bu cür seçmişəm. Gəlirəm yenə Home, Editingdən fil, fildən gələrdim Series'ə, ədədi silsilə ilə, linə ədədi silsilə idi, Grozda həndəsi silsilə. Məsələn, deyirəm ki, burada başlanğıc qiymətimi 5 vermişəm, addımın sayını 3 verirəm, yəni 3 addım, 3 addım get. Tutaq ki, deyirəm get 20-də dayan və 20 çox az oldu, nə bilim 30 yazıram. Belə bir okey verək. Baxaq. 5, 8, 11, 14, 17, 23-ə qədər gəldi. İndi deyəsiniz ki, axı 30-a qədər gedə bilərdi. Mənim seçdiyim yer bura qədər idi. Ona görə oradan o tərəfə keçə bilməz. 30 seçsəm də. Yəqin ki, dərslərinizdə onları siz bilməmiş olmarsınız. Daha sonra, deməli, doğru cavabımız D. Gəldik 34-cü sualda. 34-cü sual kəsim. Yazıb ki, kitab.txt faylı D diskindəki sənədlər qovluğunda yerləşir. Bu qovluqda kitab qovluğu və onun içərisində 2025 alt qovluğu yaradılır. Kitab.txt genişlənməli fayl alt qovluğa daşındıqdan sonra faylın tam adı aşağıdakılardan hansıdır? Deməli, uşaqlar, faylın tam adı bərabərdir faylın tam yoluna. İndi məndə deyir ki, kitab.txt D diskindəki sənədlər. Deməli, mənim bir D diskim var imiş. Bu D diskinin içərisində sənədlər qovluğu var imiş. Sənədlər qovluğu var imiş. Sənədlər qovluğunda kitab.txt yerləşirmiş. Deməli, ox qoydum, yazıram. Kitab.txt mətn faylıymış, bu yerləşir. Sonra deyir ki, bu qovluqda kitab qovluğu və onun içərisində 2025 alt qovluğu yaradılır. Bu qovluq hansıdır? Bizim bir dənə qovluğumuz var, o da sənədlər. Deyir, bu qovluqda kitab qovluğu və onun içərisində 2025. Deməli, burada bir dənə kitab və bunun içərisində bir dənə də 2025 alt qovluğu yaradılır. Bunlar hamısı qovluqlardır. Yaradılır. Bu yaradılandan sonra kitab.txt faylı həmin alt qovluğa daşınır. Bax, kitab.txt faylı bu faylı götürüb gətirib yerləşdiririk hara? Bax, bura. Sanki Ctrl X-la kəsib gətirib yerləşdirirəm bura. Əgər gətirib yerləşdirdimsə, deməli bu əvvəlki yerində qalmadı. Burada qalmır. Sonra mənə deyir ki, qovluğa daşındıqdan sonra faylın tam adı necədir? Mən baxıram ki, mən hara daşınmışam? Bax, bura. Bax, buradayam. Mən buradayam. Mən bura hardan gəldim? 2025-dən. 2025 hardan gəldi? Kitabdan. Kitab hardan gəldi? Sənədlərdən. Sənədlər də hardan? D diskindən. Deməli, ardıcıllığımız belə olacaq. D diski, sənədlər, kitab, 2025 kitab.txt faylı.
Deməli, doğru cavabımız nə olacaq? A variantı. Doğru cavabımız olur burada A variantı. Yox, mənə desəydi ki, bu faylın yerləşdiyi qovluğun tam adını desəydi, hə, qovluğun tam adı faylım harda yerləşir? 2025 faylında. Deməli, faylında nə idi? Qovluğunda üzrü sayın. Həmin qovluq daxil hamısını götürəcəkdi. D-diski sənədlər kitab.2025. Keçək növbəti suala. Növbəti sualımız isə belədir. Deyir, uyğunluğu müəyyən eləyin. Fraktal, üçölçülü və raster qrafikası. Ya Allah, başlayaq. Deyir, başlıca xassələrdən biri özünə oxşarlıqdır. Başlıca xassələrdən biri özünə oxşarlıqdır. Bu fraktalda olar. Fraktalda olar. Çünki fraktalda bir-birinə bənzətmə daha çoxdur. Birə gətirək, yerləşdirək A-nı. Daha sonra yazıb ki, təsvirlərin ölçülərinin böyüdülməsi onların keyfiyyətinə təsir etmir. Aha, böyüyəndə təsvir keyfiyyətə təsir eləmirdisə, bu vektora aid idi. Vektorda yoxdur. Deməli, B olanların hamısı yanlış olacaq. B olanların hamısının yanlış olanları imtahanda məsələn B olanları götürməsəydik, getdi bu. Sonra məşhur redaktorlardan biri Maya proqramıdır. Maya proqramından söhbət gedirsə, Maya proqramı nədir bu? Üçölçülü grafikiyə aiddir. Üçölçülü grafikamız hardadır? Üçölçülü grafikamız 2-yə gətirdim C. Sonra foto stiller proqramı paketi ilə qrafik təsvirlər yaratmaq olar. Bu rastrı. Demişdik ki, foto sözünün olduğu proqramların 99% rastra aiddir. Bura gətirək D-ni yerləşdirək. Əsasən foto effektlər və bədii kompozisiyaların yaradılmasına istifadə olunur. Bədii kompozisiyalar, foto effektlər hamısı harda olacaq? Raster qrafikasında. Buna da yeni gətirirəm. A, C, D, Y, A, C, D, Y doğru cavabımız olacaq C variantı. Keçdik 36-cı suala. 36-cı sual izah olunacaq bir şeydir. 16 megabayt tutma malik olan fayl müəyyən mübadilə kanalı ilə saniyədə 1024 kilobit saniyə sürətlə ötürülür. Bu zaman ərzində 768 kilobit saniyə sürətlə digər mübadilə kanalı ilə neçə megabayt tutma malik fayl ötürmək olar? Deməli, 16 megabayt tutma malik olan faylım var. Mübadilə kanalı ilə 1 saniyədə bu qədər ötürülür. Gəlin biz baxaq deyib bu zaman ərzində. 1 kilobiti nəyə keçirdək? Kilobiti megabitə keçirsəydim. Gəlin, elə 16, bu niyə bundan yazdım? 16 megabayt. 16 megabaytı neçə saniyəyə ötürüb bilmirəm. Amma 1024 kilobiti 1 saniyə ötürüb. Zamanı zamana. Biri megabaytdır, biri isə kilobitdir. Gəlin bu megabaytı, məsələn, megabitə keçirdək. Megabaytdan bitə keçəndə, megabitə keçəndə 8-ə bölürdük. Baytdan bitə keçəndə. Bölürdük nə idi? Vururduq. Baxın, 16 megabaytı keçirdirəm megabitə. Baytdan bitə keçəndə vururdum 8-ə, megalar isə öz yerində qalırdı. 16-nı da 8-ə vuranda 2 üstü 4, 2 üstü 3, 2 üstü 7, 128. Deməli, bura mənə verəcək 128 megabit. 128 megabit. 1024 kilobiti də, 1024 kilobiti də keçirtsəydim megabitə. Bitlər öz yerində qalardı. Kilodan da megaya keçəndə bölürdüm neçəyə? 1024-ə, yəni 210-a. 210-dan 210 gedəcəkdi, qalacaqdı 1 megabit. 1 megabit. Deməli, 1 megabiti 1 saniyə ötürürdüsə, 128 megabiti də 128 saniyə ötürəcəkdi. Deməli, x-in bərabər olacaqdı 128 saniyə. Bura kimi ümid edirəm aydındır. Mənə daha sonra deyir ki, bu zaman ərzində, yəni 128 saniyə ərzində 768 kilobit
1 saniyədə sürətlə digər mübadilə kanalı neçə megabayt tutma malik olan informasiyanı ötürər. Aha, bu zaman ərzində yenə də 128 saniyədə neçə megabayt ötürürsən, məndən çünki megabaytını istəyir. Neçə megabayt ötürür bilmirəm. Bəlkə də megabaytla saxlayardım. Görəsən, yox, megabaytla olmazdı. Ə, 128-i neçə megabayt ötürür bilmirəm. Bu saniyədir, zamandır. 1 saniyədə isə, bax 1 saniyədə isə 768 kilobiti ötürür. Kilobiti ötürür. Hı -hı. Kilobiti ötürür. 768 256 vurulsun 3-dür. 256-nı 3-ə vuranda 768. Gəlin kilobitlə hesablayaq, sonra megabayta keçirdərəm. Gəlin biz elə buranı kilobitlə hesablayım. Kilobit kimi yazacağım buranı. Kilobit kimi. O zaman nə edirik? X-in bərabər olur. X-in bərabər olur. 128, yəni 2 üstü 7 vurulsun 768 kilobit. 768-də 3 vurulsun 2 üstü 8, yəni 256 kimi yazıram. Burada mənə verəcək 3 vurulsun 2 üstü 15 kilobit. Kilobit. Amma cavabı megabaytla istəyib deyə. Megabaytla. Gəlin qələmin rəngini dəyişək, hər tərəfi yazını doldurdum. Yazıram ki, 3 vurulsun 2 üstü 15 kilobiti keçirdəyim megabayta. Megabayta. Bitdən bayta keçəndə bölürdüm 8-ə, yəni 2 üstü 3-ə. Kilodan megaya da keçəndə yenə də bölürdüm 2 üstü 10-a, yəni 1024-ə. 2 üstü 13-ə birbaşa bölməli idik. O da bizə verəcək 3 vurulsun 2 üstü 15 bölünsün 2 üstü 13. Bununla bu ixtisar gedər, qalacaq yuxarıda 2 üstü 2, yəni 4. 3 də 4-ə vuranda eləyəcək 12. Deməli, doğru cavabımız olacaq 12 megabayt. Baxın, sonda da olsa mən bunu megabayta keçirtdim. Cavab oldu 12 megabayt. Daha sonra növbəti suala keçək. 37. 37. Hansı hallarda obyekt mübadilə buferinə düşmür? Hansı hallarda obyekt mübadilə buferinə düşmür? Kat əmri icra edildikdə mübadilə buferinə düşmürləri soruşur. Kat əmri icra eləyəndə biz mübadilə buferinə düşür. Hansısa əmri. Mübadilə buferi, baxın uşaqlar, bu Home-dakı bu mübadilə buferindən söhbət. Windows-dan söhbət eləyir bizə. Windows-dan. Yenə də kat əmri icra eləyəndə mübadilə buferinə düşmür. Kontrol düyməsi basılı halda faili digər qovluğa köçürdükdə. Kontrol düyməsi basılı halda faili digər qovluğa köçürdükdə. Kontrol düyməsi basılı halda bunun kopyası alınır və götürülür. 2 doğru cavab olar. 2-ni götürdük. Düşmədi. Paste və əmri, Ctrl V əmri icra edildikdə, bunda da sonra fayldan deyir, Explorer pəncərəsindən faylı sürükləyib digər qovluğun üzərinə buraxdıqda, sürükləyib digər qovluğun üzərinə buraxanda da bir yerdən başqa bir yerə götürüb aparıram, bunda da olacaq. Daha sonra deyir, seçilmiş fayl üzərində klaviaturdan Ctrl C düyməsi, C-ni bastıq, bəs bunun V-si falanı, vahanı, bu da getdi. Bu gedər. Snipping tool ilə ekran təsviri alındıqda burada düşür. Snipping tool. Baxın, səhərdən elə snipping tool-la işləyirəm. Yəqin ki, görə bilirsiniz. Yuxarısında burada düşür mübadilə buferinə. Bu da getdi. 5-dən 6-nı əliyək. 5-lər getdi, 6-lar getdi. Cavabımız elə çıxır belə. Amma indi deyəsiniz ki, niyə kat əmrini götürür? Katı götürdük. Bunun yapışdırmaq versiyası da var da, onu da götürmədi. Deməli, doğru cavabımız olar burada. Ctrl Paste, bir də File Explorer. Gəlin o şeyləri mən burada sizə göstərim. Ctrl düyməsi basılı halda digər fayl qovluğa köçürüldükdə. Bu niyə burada götürülmüş ki? Digər qovluğu, məsələn, bu qrupdur. Belə bir qovluq yaratmışam. Bax, Ctrl düyməsini basılı saxlayıram. Və faylımı aparıb, bax, digər yerə köçürdüm. Bax, faylın Copy to axşam qrupuna gətirdim sağ. Burada mübadilə.
Daha sonra orada belə bir şey var idi. File Explorer pəncərəsində faylı sürükləyib digər yerə apardıqda. File Explorer pəncərəsində. File Explorer pəncərəsində faylı sürükləyib, məsələn, hansı fayl sürükləyim ki, axşama problem yaşamayım bu dərslərdə. Məsələn, faylı buradan cübən bir sınaq. Heç bir də eləyə bilməyəcəm. Niyə eləyə bilməm? Çünki başqa dərslərimin qrupu qarışır ona görə. Başqa heç bir problem yoxdur əslində. Məsələn, faylın üzərindən gəlib dururam. Faylın üzərindən gəlib duranda File Explorer pəncərəsinə daxil olmuşuq və bizə deyir ki, pəncərəsində faylı sürükləyib digər qovluğun üzərinə buraxdıqda, faylı sürükləyib digər qovluğun üzərində baxın moftu elədi, yer dəyişmə elədi. Burada da mübadilə buferinə düşmür. Oy, qaydaq, baxaq görək, burada doğru cavabımız nə çıxdı içində? 37-də oldu 2, 3, 4. Daha sonra 38-ci sual. Bu sualı da dəfələrlə görmüş olarsınız. Qəbullarda da və yaxud da elə kursun sınavlarında. C sütununun enini xanada yerləşən ən uzun məlumatın uzunluğu ilə bərabərləşdirmək üçün nə etmək lazımdır? Nə etmək lazımdır? Yazıb ki, B və C sütunun başlıqları. Mənə C deyirsə, A, B, C-dir. Mən C ilə D-nin arasında işləyə bilərəm. B ilə C-nin arasında işləmək B sütunun üzərindən B-ni enini böyüdə bilər. Ona görə də A variantı olmaz. C və D sütunun başlıqları arasında mousun sol düyməsini 2 dəfə klikləmək, bəli, tamamilə doğru cavab elə B olardı. C və D sütunların başlıqları arasında bir dəfə vurmaq heç bir şey göstərmir. Gəlin istəyirsiniz eləyək. Məsələn, tutaq ki, bura belə bir söz yazdım. Baxın, sözün uzunluğunu mən gəlib, o Y-yə yazmışam mən. B və C demişdi mənə. Belə bir şey yazdım. İndi mən gəlmişəm, bax, B ilə C-nin arasında gəlib bir dəfə vursam heç nə eləmir. 2 dəfə vursam B-nin enini uzadar. Amma C ilə D-nin arasında gəlib bir dəfə vursam heç nə eləmir. 2 dəfə vursam, baxın, xananın eni boyda böyütmüş olar. Bunu başqa hardan eləyə bilərdik? Başqa gələrdim Home-dan. Home-dan gələndən sonra, uşaqlar, burada baxın, Wrap tekstdən xananın eninə uyğun, sözü xananın eninə uyğun eləməklə olardı. Keçək görək 38-in digər variantları nədir? C və D sütun başlıqları arasında mousun sağ düyməsini. Sağ düymə yox, sol düymə. Elə ona görə də elə bu iki variantın ikisində də sağ yazdığı üçün bunlar da getdi. Gəldik 39-cu suala. Verilmiş şərtdə verilənlər bazasının relyasiya modelində təsvir olunmuş cədvəldə qoyulmuş tələblər düzgün verilməmişdir. Cədvələ qoyulmuş tələblər düzgün oxumamışam, ona görə də error verirəm ki, görəsən bu nə sualdır. Cədvələ qoyulmuş tələblər deyir, düzgün verilməyib. Baxaq görək nə tələb edir. Cədvəldə eyni qiymətli əsas açara malik bir neçə sətr ola bilər. Cədvəldə eyni qiymətli əsas açara malik bir neçə sətr ola bilər. Eyni qiymətli əsas açara malik yox. Cədvəldə təkrarlanan adlar sütunlar ola bilməz. Təkrarlanan adlar tamamilə doğrudur. Doğrudur bu. Cədvəlin bütün sütunları eyni struktura malik olur. Cədvəlin bütün sütunları eyni struktura malik olmalı. Cədvəlin bütün sütunları yox, sətirləri olar bu. Sətirləri eyni struktura malik olmalıdır. Məndən verilməmişdir deyir. Elə cavab C olar. Cədvəlin bütün sətirləri eyni struktura malikdir. Bəli, elə D doğru. Cədvəldə sətirlərin ardıcıllıq istənilməz qaydada ola bilər. Bəli, elə bir qayda yoxdur ki, A ilə başlamalıdır. Cədvəldə eyni qiymətli əsas açara malik bir sətr ola bilər. Ola bilməz. Mən ona görə o variantı saxladım ki, deyəcəydim ki, bu sualda səhvlik var. Ola bilməz, bəli. Eyni açarlı sahələr təkrarlana bilməz. Ona görə də bu da doğrudur. Gəldik 40-cı suala. 40-cı sualda modemin buraxılış qabiliyyətini soruşur. Modemin buraxılış qabiliyyətinin düsturunda biz demişdik bit vurulsun bod bərabərdir BPS. Bit vurulsun bod bərabərdir BPS. İndi bitimiz verilməyib, biti soruşur məndən. BPS amma verilib. Deməli düsturumuz belə idi. Bit vurulsun bod
O da bərabərdir BPS. Aha. İndi həminki düsturu bitin yerinə x qoyaram. Vurulsun bodum 6400 yazıb bərabərdir 3 38400. Aha. İndi gəlin bunu buna bölsəydik 38400-ü 38400-ü bölsəydim mən 6400-ə qüvvələrlə səhv eləmirəmsə 6. Hə, 6 düşür. Bəli, düzdür. 6 düşür. 384 düzdür. Bu da olacaqdı. X-in bərabər olardı neçəyə? 6-ya. Məndən də nəyi soruşurdu? Elə bitir düz soruşurdu. Doğru cavabımız oldu 6. Daha sonra doğru cavabımız oldu bizim 6. Bu niyə bura getdi ki? Doğru cavabımız 6. Gəldik 41-ci suala. Alqoritmə aid bir sualdır. Bu da çox rahat sualdır. Düşünürəm ki, uşaqların hamısı bunu doğru yazar. Deməli, y bərabər x minus 1 nəsə belə bir misal verib. Deyir, alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişəni 10 alıb. Nəticəm bax mənim budur. Ardıcıllığa qalsa bu birinci, bu ikinci, bu da üçüncüdür. Ardıcıllıqla bu cürdür. Amma biz bu tipli misalları aşağıdan yuxarıya həll eləyirik. Yəni birinci bunu, sonra bunu, daha sonra da bunu. Və burada dəyişənlərin adlarına baxmam məcbur, yəni vacib şərtdir. Yazıb ki, ən aşağıdan yuxarı yazıramsa, yazıb ki, y bərabərdir x plus y. Burada gəlin bərabərin sağın solunun yerini dəyişək. X plus y bərabərdir y yazsam. Mənə demişdi ki, nəticədə dəyərim neçədir? 10. Yəni bu y-in yerində 10 alındı. Bax, bu birincini icra elədim. Aşağıdan yuxarıya qaydanda dəyişənimin adı nədir? X. Deməli, x-in yerinə mən bunu qoyacam. X olduğu üçün. Burada y olsaydı y-in yerinə qoyardım. X-in yerinə, bax bu x-in yerinə yazıram ki, y plus 2. Bax, bu x-in yerinə yazdım ki, y plus 2. Yerdə də üstə gələ y qalmışdı mı? Olduğu kimi yazdım. Bərabərdir, onu da olduğu kimi yazdım. İndi burada eləyəcək 2y üstə gələk 2 bərabərdir 10. 2y-in bərabərdir. 2 sağ tərəfə keçəndə qaldı 8. Y də bərabərdir 8-i 2-yə böləndə 4. Bax, bunu da icra elədim. Y-i aldım 4. İndi gəldik nəhayət ən sonuncu mərhələmizə. Y-ə 4 almışam. Bu 4-dür. Neçədən 1 çıxsam 4 qalar. Məntiqlə düşünəndə neçədən 1 çıxsam 4 qalar. Da onu həll eləmirəm. Deməli, burada 5 imişdir cavab. 5-dən 1 çıxsam 4 qalar. Deməli, x-imiz bərabər imiş 5-ə. Doğru cavabımız bu olur. Doğru cavabımız bu. Burada cavab 5-dir. Daha sonra 42-ci sual. Aşağıdakılardan hansılar kompüterin əsas xarakteristikasına aid deyil? Kompüterin əsas xarakteristikasına aid deyil. Kompüterin xarakteristikasına aid olanlar kompüterin yaddaş tutumudur. Daha sonra əmrlər sistemidir. Sonra hesablama dəqiqliyidir, məhsuldarlıqdır. Bunlar kompüterin əsas xarakteristikasıdır. Gəldi mənə aid olmayanlar. Tak tezliyi prosesorla bağlıdır. Kompüterin əsası deyil. Ona görə mən buradan biri götürərəm, aid olmayanı. Kompüterin yaddaş tutumu dediyi, əmrlər sistemi dediyi, istehsal edən kompaniya. Bu kompaniyanın mənə nə adiyyatı var? Bu heç bir yerdə, yəni nə mikroprosesorda, nə printerdə, nə də kompüterin özündə götürməyəcəksiniz. Xarici qurğuların sayı, xarici qurğuların sayı 5 dənə də olsa, 3 dənə də olsa, bu mənə nisbətən kömək eləyə bilər. Başqa heç nə eləyə bilməz. Hesablama dəqiqliyi var idi, məhsuldarlıq da var idi. Hətta biz dərslərimizdə onların açar sözlərində mən sizə yazdırmışam. 1, 4, 5. Doğru cavabımız olacaq 1, 4, 5. Nəhayət 43-cü suala gələk çataq. Deyəsən yavaş-yavaş yekunlaşırıq. 43-cü sualda. Aşağıdakı əməliyyatlardan hansılar ilə sətri cədvəldən silmək olar? Aşağıdakı əməliyyatlardan hansılar ilə sətri cədvəldən silmək olar? Sətri cədvəldən. Yazıb ki, sətri seçmək və klaviaturadan delete düyməsi vurmaqla.
Sətri seçirəm və klaviaturadan delete düyməsi basıram. Sətri seçmək klaviaturadan alt delete düyməsi vurmaqla, sətri seçmək kəsib mübadilə buferinə yerləşdirmək bu %100 doğrudur. Sətri seçmək və klaviaturadan backspace düyməsini basmaqla. Burada indi deyə bilərsiniz ki, ay müəllim, bir niyə doğru olmur falan. Bizə cədvəlin içərisindəki sətirdən söhbət gedir. Cədvəlin içərisindəki sətirdən söhbət gedirdi. Ona görə də 3-dən 4 daha uyğundur sətri. Gəlin bir dənə məsələn burada mən cədvəl əlavə eləsəm bura. Tutaq ki, elə belə yazdım buradan. Cədvəldir. Cədvəlin bax bu sətrindən söhbət gedir. Bax bu sətrin. Bax bu sətr budur. Deyir ki, hansı hallarda sətri cədvəldən silmək olar Word-də. Mən də Word proqramında bir cədvəl əlavə elədim, sətri seçin. Deyir sətri seçmək klaviaturadan delete düyməsi vurmaqla. Bax delete düyməsini vururam, silmir. Sonra deyir ki, sətri seçmək və klaviaturadan alt delete düyməsini basmaqla. Alt delete düyməsini basmaqla olmayacaq. Deyərsiniz ki, ay müəllim, bəs yaxşı delete vuranda nəyə iş görürdü? Bax bunu seçsəydim, mən delete düyməsini vursaydım, xananın içərisindəki məlumatı silirdi. Yenə də Ctrl Z eləyirəm, seçirəm. Alt delete bir dəfə də vuraq. Alt delete. Baxın, heç bir işi görmədi. Sətri seçmək kəsib mübadilə buferinə yerləşdirməklə. Sətri seçdim. Kəsirəm. Ctrl X. Sətri seçim. Və kəsərdim. Bunu kəsim. Mübadilə seçib və kəsib mübadilə buferinə yerləşdirməklə. Baxın, oldu. Ctrl Z eləyirəm, geri qayıtıram. Sətri seçib klaviaturadan backspace düyməsini vurmaqla, baxın, həqiqətən onda da oldu. Doğru cavabımız deməli olacaq burada 3, bir də 4. 44-cü suala gələk. Doğru mülahizələri müəyyən eləyin. Doğru mülahizələri müəyyən eləyin. Monitor daxil etmə qurğusudur. Monitor nə vaxtdan daxil etmə qurğusudur ki? Monitor xaric etmə qurğusudur. Ona görə bu getdi. Qrafik planşet daxil etmə qurğusudur. Bəli, 2-ni doğru kimi götürək. Sonra deyir ki, TV-Tuner Pulsecam NTS formatlı televiziya verilişlərini qəbul edərək monitorda göstərilməsi təmin edən qurğudur. Bu doğrudur. Bunlar uşaqlar televizor versiyalarıdır. TV tünerlərdə. Bunların biraz fərqləri var. Məsələn, pallar belə deyək də, stabil rəngli olurlar. Daha sonra NTSC-lər var ha. Bax onlar daha axıcı görünüş verirlər. Bu sekanları isə siqnallara davamlı olurlar. Yəni bunların biraz fərqləri var. Bunların sadəcə bizə adı düşür. Elə adı ilə baxsanız bəs eləyər. Üçü də doğru götürə bilərəm. Çünki deyir göstərilməsini deyir təmin edən qurğudur. Bu doğrudur. Daha sonra gələk yazıb ki, CD-ROM daxil etmə qurğusudur. CD-ROM read only memory daxil etmə qurğusudur. CD-ROM yaddaşdır. Bunun burada nə işi var ki? O üstə gələk qoydum. Pardon. 3-ü götürməyəcəyik. Sonra gəldik 5-də nə deyir? Klaviatura daxil etmə qurğusudur, tamamilə doğrudur. Web kamera görüntüləri əks etdirən xarici qurğudur. Web kamera xarici qurğu getdik. Doğru cavabımız olar 2, 3, bir də 4, yox 5. 2, 3, 5. Nəhayət sonuncu sualımıza gəldik, çatdıq. Axır ki, uyğunluğu müəyyən eləyin. SMTP, POP3, NNTP belə bir protokol adları verib və uyğunluq. Elektron məktubların alınması protokolu, elektron məktubların alınması POP3. POP3 elektron məktubların alınması protokoludur. 3-ə POP3 hanı gətirib bura mən A qoysam, faylların ötürülməsi, bu FTP protokoludur. Fayl transfer protokol, o deyəsən yox idi, hə, yoxdur. Deməli, B heç birində olmayacaq. Telekonferans protokolu. Telekonferans protokolu NNTP-də istifadə edirik. Adətən biz bunlardan telekonferans 3-ə gətirim C-ni qoyum. Elektron məktubların göndərilməsi SMTP. SMTP elektron məktubların göndərilməsi idi. Deyəsən SMTP gördük burada.
e, D idi o da. Bunu da gətirib bura qoyaq. Bu arada harda TP protokollarda görəndə 99,9% transfer protokol variantlarda göndərən sözünü axtarın, ötürən, göndərən. Hipermətnlərin ötürülməsi protokolu bu isə hypertekstlərdir. HTTP idi, bu da burada yoxdur. Y variantı da heç bir variantda olmayacaq. Hansı açıq sualdır bu. Açıq sualdırsa nə tapdıq? 1-ə D, 2-yə A, 3-ə C. Deməli 1 D oldu, 2 A oldu, 3 də C oldu. Beləcə yoldaşlar gəldik 25 dənə sualın sonuna çatdıq. Çox sağ olun. İnşallah növbəti sınavlarda görüşərik. Allah əmanət olun.